Ama biz Yenikent kəndinin yolu. Bak. Piseflər gəlir bu. Yola bak. Qalmışıq burada. Bak. Camaat gör hardan keçir. Buna bak. Piseflər gör nə günə qoyub yolu. Buna bak. Bu yolun gününə rüzgarına bu. Qardaş, bu Yenikent kəndinin yoludur. Bu qardaş piseflər üçün deyil bura. Bunu çəkirəm ki, baxın nə günə qoymuşam. 99 yığı 640. Qardaş, biz bu yoldan istifadə edirik. Balnisiyaya gedən var, skorusu tələsən var. Siz bu yolu bağlamışsınız. Buna bax, hardan gəlib keçirlər. Qardaş, buna bax. Olmaz belə. Necə yəni nə olur? Gəlsinə bir çarə qılsınlar ki, axır nə olur? Yolu bağlamışsa mən tələsirəm indi. Balnisiyaya getməliyəm mən. Necə keçmək yəni? Bu yol sənin üçün deyil, atamsa ha. Bu yol sənin üçün deyil. Yolda qarışma. Ha qardaşım, bu yol işləmir. Bu balaca maşınlar üçündür. Yolda qarışırdı, bu bura batıb. İndi mən bilmirəm, indi mən tələsirəm indi. Mən sənin maşınıma buradan altın vurmalıyam. Sənə görə. Gözəl qardaş, qulaq asın. Mənə görə deyəndə indi maşın batıb, burada nəsə oldu. Ha qardaşım, baxın, bu yola bax. Başqa polis yolda qaldı. Yox, mənim maşının bələnsi yolu bağlamır. Buna bax, sən buna bax. Buna bax, bu yolu çövrüblər, nə bilim, bura pirsepsindir, neysindir bura. Bura bilmirik, bu nə dərd eləyək, neyniyək. Buna bax, camaat izi keçir. Buna bax. Zülümlə. Pirseplərə bax, dalbadal deyək. Bu Yenikent kəndinin yoludur. Siyəzən rayonun Yenikent kəndi. Bax, necə fırlanır. Sonra deyirlər ki, bələdiyyə baxın. Bələdiyyə yazığı neynəsin? Gəlib düzəltdirir buranı. Təzədən gəlib pirseplər soxurlar özlərini. Çay yuyandan sonra qoyublar bu günə. Belə də olmaz axı qardaş, belə də olmaz. Bir daha buranı düzəltdə belə.